Salam, hər vaxtınız xeyirli olsun əziz dostlar, əziz izləyicilər. Bildiyimiz kimi bugün Azərbaycan tarixinə qanla yazılmış ağır günlərdən biridir, 20 yanvar. 1990-cı ilin 19-dan 20-sinə keçən gecə keçmiş Sovet İttifaqının qoşun hissələri Azərbaycan xalqının azadlıq azmini qırmaq üçün Bakıya və digər bölgələrə vəhşicəsinə hücum təşkil edildilər. Həmin hücum nəticəsində 131 nəfər qətlə yetirildi, 744 nəfər yaralandı, 841 nəfər həbs olundu, 200-dən artıq ev və mənzillər, 80 minik avtomobili, təcili tibbi yardım avtomobilləri və digər dövlət əmlaklarına ziyan vuruldu, məhv edildi. Bu hadisədə qocalar, qadınlar, uşaqlar, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, polis işçiləri vəhşicəsinə qətlə yetirilmişdi. Daha sonra fövqəladə vəziyyət elan olunmasına baxmayaraq 25-i Neftçalada, 26-sı Lənkəranda 8 nəfər qətlə yetirildi. Bütün bunlar Azərbaycan xalqına tarix boyu edilmiş zülmlərdir. Tarix boyu Azərbaycan xalqına qarşı törədilmiş soyqırımlardır və təəssüf ki, dünya bugünə qədər bu hadisələrə susur, heç bir ədalətli qiymət verməyib. Ona görə də Azərbaycan xalqı hər zaman birliyini, bərabərliyini qoruyaraq öz ərazi bütövlüyünü, öz suverenliyini qorumalıdır. Allah şəhidlərimizdən ruhlarını şad eləsin. Allah Azərbaycan xalqına bir daha belə qanlı hadisələr, qanlı günlər göstərməsin.